Həqiqətən deyirəm, reyhan çox gözəl dad verir də salata yeməyə. Allah haqqı. Çox sağ olun. Moderatorlarım, axşam məni tək qoymayın. Jeton necə yüklüydü? Hədiyyənin üstündən bas. Kart istəyirsən, kartını yerləşdir ora. Neçə manata jeton istəyirsənsə, orada deyir də sağ 100 jeton yükləri, 200 jeton yükləri nə qədər gücün çatır o boyda, puluna getdik. Akşam saat 00:00'da canlı yayın olacaq. Uşaqlar, bilsən nətər pişirdim? Soğançanı doğradım, üstünə yağ tulladım, əti tulladım üstünə, kartofu da tulladım üstünə, apardım qoydum qazın üstündə pişdi. Nə süt etdim, nə bir şey elədim. Hamısını bir yerdə pişirdim. Əlimdəki telefonu satmıram, onu mənə Nara xanım alıb. Canlaşdığım telefonu satıram. Sən Allah Gülsümü dünən gördünüz. Canlı deyir ki, yazırlar ki orada çıx. Deyir mən niyə çıxıram? Baba çıxsın ya da Ləman. Allah sən sıxma. Sako dedi ki, mən oynamıram. Bir günlük sən oyna da. Gülsümü dedim, ola bilməz. O peki onların pekasıdır. Mən də yaşayıram, bəli. Batır buluk. Ne isterseniz daha lazımdı Gülsüm. Arada sulu yemek deyəndəki uşaqlar, mən evdə sulu yemek sevmirəm, amma çöldə sevirəm. Bax, gedən məsəl üçün restoranda zadda yeyə bilərəm. Sup zad, amma evdə sup xoşlanmam. Anam pişirsə yeyərəm evdə. Yox, anam pişirməsə də yox. Ona görə də anamla da yaşamadığım üçün sizə çox sağ olun. Anam pişirmir, ona görə də yemirəm. Ama anam əməliyyat olanda Bakıda anamı yanımda saxlayırdım da. Əməliyyatın zadını elətdirdim. Elə bir yanımda saxlayırdım. Onda anamı supsat pişirirdim, nə bilim, qışıqdiydik, yeməklər zadlar hazırlayırdım əncərdən.
Anam mənim supumu çox xoşlayır. Mənim pişirdiyim supu. Anamın pişirdiyində mən xoşlayıram. Tamam canım, enigmatik işinə bax canım. İnşallah görüşərik axşam. İşlərini bakma məndən ötərim. Bakıyanı indidən götürmə, enigmatik. Mən Pekiyə başlayanda Bakıya götürərsən, yəni şeydən, jeton götürərsən. İndidən jeton götürərsən, dünya dağılar. İnansın yer göy bir-birinə qarışar. Onlar da indi Mars aya çarpar, ayı Marsa çarpar, yer kürəsi yer çəkimi dayanar, günəş gələr yerə tər. Bax belə dünya dağılar. Ona görə də indidən götürmə. Mənim bəxtim yoxdur. İndi onlar da dünyadır, həyatdır. Mən dənizə gedirəm, dəniz quruyur. Ona görə də indidən götürmə Bakıyanı. Mən Pekiyə başlayanda götürərsən canım. Tamam. Sağ ol canım. Deyirəm ay enigmat, özlərini yormasınlar. Axşama, güclərini axşama saxlasınlar da parmaqlarını yormasınlar. Da ne qalıb ki? 99 dəqiqə qalıb. Neyinlə? Sakoda var. Sako büyükümin pek edeyim. Sertan aşırma için tanıştım Sako'yla. Ben bu elektronlu saat örgənə bilmirəm uşaqlar. 32 yaşım var. Her ülkəni qutaranmamışam. Bax, 09:00 saat 10 deməkdir. 08:00 saat 8 deməkdir. Bunu bilirəm. 06:00 saat 7 deməkdir. Bunları bilirəm. Elim 1:00 dərsə saat 9'da. Kaşı çolpa değil enigmatik. Peki 6-7 ildir kendi çolpası yemirdim. Bu ikinci çolpamı yiyirəm.
Açdımaz durun yiyin. Allah haqqı. Durun qoyun qabağınıza. Allah verəndən nəyiniz var xaldinikdə? Pomidor, xiyar, nə bilim, pendir, mendir, makaron, mukoron, nəyiniz, düyü, müyü, durun qarışdırın. Bir günü razı olubdu qızım. Qarışdırın qoyun qabağınıza yiyin. O vaxt zarın yağ kimi verilişi var idi. Bizim televizorumuz yox idi. Gedirdik, qonşuda baxırdıq, acırdıq. Gəlirdi evə, soğanı qoyurduq plitkanın üstünə, soğanı belə aynı çördük, soğan yumuşardı, qəşəng bir dad verirdi. Belə yiyirdik. Mənim kem çolpasından xoşum gəlmir. Amma mecbur alıram da. Çünki kem çolpası baha olur, ona imkanı çatmır. Həm də ki, adam elə fikirləşir ki, məsəl üçün, bir kem çolpasına verdiyini 10 manatı, bir kem çolpası alarsan da. Qəşək kem çolpaları beçəyi qəşək. 17 manat. Arıqları cüzdan. 10-12 manat tariflər. Və bax, belələri 10-12 manat. Niyə saxlamısan? Hirim hazır deyil, hin tikdirdik, üstünü də vurduduq, bünövrəsini də töydük, zabalını da verdik, qapısı, pəncərəsi və siskası yoxdur. İnşallah pulumu yığım düzəldəcəm. Saxlayaram bir 5-6 dənə. Xoruz necə bilmirəm. Xoruz xoşlamıram mən. Xoruz əti yemirəm. Xoruzun əti qarı olur. Amma çolpanın əti ağ olur. Çolpa əti xoşlayıram mən. Yiyərəm xoruz əti bəyini yemirəm. Amma xoşlamıram gəlir çolpa kimi. Çok sağ ol Türkan. Miras. Çok sağ olun. İlka çok sağ ol. Çok sağ ol. Geldi Allah başından tüysün. Akşam gözləyirəm də səndə. 4 PK oynayacağım. Gülsüm uşaqlar, mən bir günlük gəldim. Saat neçə? 12'də olacaq. Ümid səni də gözləyirəm dəstəyini. Hayır, cəmaata yalvar yaxar eləyəcəm. Düz çökəcəm. Mən yaxşı kebab pişirə bilmirəm, başa düşürsünüz. En gözəl kebabı restoranda pişirirlər. Təbii ki, Bakıdakı kimi yox. Bakıda mən restoranlarda kebab yemişim, uşaqlar kebab tamı gəlmir. Rayonda yediyim kebabın tamı Bakıda elə bir günə gəlmir. Məsəl üçün, mən Bakıda Bakıda pişirilən kebabı bəyənmirəm, dadı da xoşuma gəlmir. Niyə? Ətləri ət tamı vermir, kebab iyisi qoxusu tamı vermir. Elə bir yəni ızqara eləyir, kebab adına gətir qoyurlar sənin qabağına. Sonra mənə deyirlər ki, niyə belə pis deyirsən ki? Mən Bakını pisləmirəm. Bax, məsəl üçün, mən rayonda yaşayıram, düzdür? Bax, xalqın adından danışıram. Mən rayonda yaşayıram, dünyanın ən dadlı əti, kebabın iyisi, dadı, qoxusu,
qoxusu, xırçıltısı, dadı, ay Allah, o qədər gözəldir, o qədər. Mən istəyirəm ki, siz də o, mən aldığım buradakı dadı, siz də orada o dadı alasınız. Mən bu mənada deyirəm. Mən sizin adınızdan danışıram. Mən səni pisləmirəm, Bakını pisləmirəm. Pişirdiklərini pis deyirəm. Düzgün eləmirlər. Ne olur Bakıya kurban olun. Prosto ki pul verirsen de Bakı. Lopuk vermirsen ha. O verdiğin o pulu kaşa giyersen de. Zulümle pul kazanırsa gelirse versin kebap yemeğe. Valla kebabı getir koylar kabanı, ne kebap tam verir ne bir şey tam verir. Ona göre, size göre değilim, özüme göre değilim ama. Burada 23 manatlı quzu əti. 12 kiloluq, 10 kiloluq quzu əti 23 manatlı. Çox körpədir. Prosto o quzu ətində həmişə almaq olmur da, bahadır. Amma dükan çorbaları var, ucuzdur. Gedirsən alırsan, gətirsən evə. Dərisini soy, qəşəng. Bir istəkanda qəşəng tomat, tomatın içine duru yağ tök. Duru yağın üstüne sarı kök tök. Sarı kökün üstüne duz tök. Duzun üstüne de stot tök. Bunu qəşəng istəkanda çalxala, şakıdı çalxala yağla, duru yağla. Sonra duru yağı qəşəng tök budun üstüne, budu da çıkılı doğra. Qəşəng budu bundan bax belə əzişdir o yağla, o dediyim o hazır qarışımla. Qəşəngcənə qoy bir qırağa. Gecədən eləsən lap yoxşu olar, səhər pişirsən. Bunu çək şişə. Ha! Yet doyasda, yet doyasda. En ucuzu. Bir tane blori alsan, polunu 4-5 nəfərə bəsdir evdə. 7-8 manatlık blori alsan evde 4 nəfərə bəsdir. Hələ artıq da qalacaq, qoy xaldinikə yeyərsən. Mesela evde yemek pişirirsen, bunun eti var, yağı var, tuzu var, çöreği var, kartofu var, soğanı var. Bir tane yemek başa getirmek bize ne kadar baha gelip başa çıxır. Kebab onun en ucuz yemeği Blu-ray'nin kebabıdır. En ucuz yemek. En rasyotsuz yemektir. Gaz gelir, ışık gelir, min tane şey gelir. Hoş geldin bedine. Eyb yox. Sən ki məni bağışlamırsan, eyb yox. Amma mən səni bağışladım. Ne yok, şu an bednim bana dəstək olmaz axşam. Çünki bednim məndən küsüldür. Sen mənim böyüyümsən bednim. Ne desem mənim qəbulumdur. Prosto mən də nəsə istəyirəm, bir istəyirəm. Böyle kısmet küsür. İstələdim. Çünkü o gün canlıda da benden küsmək narazılığını bildirdi. İstələdim. Bedninin qəlbinin səsini eşitdim. Ona göre bildim ki küsür. Çünkü ben onu çok istəyirəm. Ona göre o ne ağzından ne kelime çıkardığında ben onu hissediyorum. Benim hissiyatım güçlüdür. O benim büyüğümdür. Ne dese qəbulumdur. Salam. Baştan deyim resepti, ekran kaydını aç.
Açdım. Gedirsən bazar stroya. Bir dənə alırsan siyəzən tüyüğü. Gətirirsən evə. Bunun bütün dərisini soyursan. Çıqqılı doğrayırsan. Şişə gələcək dərəcədə. Ondan sonra bir dənə stəkan götürürsən. Yekə iskatan. İskatanın içine töksün duru yağ. Xeyli ağ. Duru yağı töktün. Duru yağın üstündən tamat tökürsən. Tamatı töktün. Tamatın üstündən sarı kök tökürsən. Töktün sarı kökü. Sarı kökün üstündən tuz tökürsən. Tuzun üstündən stop tökürsən. Bunu qəşəng çalırsan. Lakıdı. Bunu çaldın. Çalandan sonra qəşəng bunu tökürsən. Öyle bir girən ki dərisini soyduğun tüyüğün üstünə. Töktün. Tökəndən sonra bunu elinlə qəşəng lakıdı. Bunu xışlayırsan. Xışladın. Qoyursan xaladenin alt gözünə. Qaldı mı orada səhərə kimi? Səhərdə qonağın gələcək kebab pişirəsən. Bunu səhər durdun, çəkdin şişə, qəşəngcənə. Bunu pişirdin, qoydun cəmaatın qabağına. Cəmaat deyəcək sən professor, hardan çıxdın? Hıfı çox sağ ol. Hıfı axşam gözləyirəm dəstəyinə. Göstərin bedini. İndi kebab pişirmirəm də, bir gün kebab pişirəndə göstərirəm. O bunun ustası. Dersin sen de müellimim olmuşsan. Müellim be. Dersin sen ders geçmişsen bana. Olsaydı emliyen olsaydı vallahi içerdim. Diyelim adam bir arvada ola, çay demliği adam içer. Adamın sevgilisi ola. İşte çaydan zaten getirip bu qabağıma mən də içim. Afiyet çok sağ olun. Kuxuna mebelime pul verməmişəm, reklamından almışam. Forest'da mebel düzəldir. Teşekkürler olsun. Moykanı niyə düzəltmədim? O aldığım moyka var. Bundan gödəkdir.
Bunu çıxartsaq, burada yer, açıq yer qalır qıraqlarında, ona görə bilmirəm. Ondan ötürü mən kuxna mebel ustası gətirməliyəm. Qablar yox, qab yuyan verəm. Yeməkdən sonra qab yumağı sevmirəm. Belə deyə bilərəm ki, qarışqa daraşmasın. Aspirator aldım. Yağış yağır çöldə bacım. Yox. Kameradan elə görsəndi ki, yağış yağır. Güvenemem hasretine, yağmuruna. Umudum yok bugün ile yağmuruna. Hasret beni de basacak bağrına. Adaletin bu mu dünya? Ne yar verdin ne mal dünya. Kötülerin silsem dünya. Burada açarım canım uşaqlar, ne məsləhət görürsünüz? Yaxşıdır bura. Böyle. Burası iyi mi? Böyle bura Timan'ın studiyası. Oturacağım burada. Kefka koy. Pekada koyarım. Dayım başım havası. Ne oldu hayvan? Sağ olam, çok sağ ol. Şeklimi çıxardım, dalıma koyum. Divanın üstüne, dalıma. Elə belə koyum ora. Yıxayız. Şeklimi gerək onda siləməyəm, havaqdan silmirəm.